Tiroid düyünləri pasientdə aşkarlayan kimi ilk sualımız doktor xərçəngdirmi? Bu sual verirlər və ona görə də dəfələrlə danışmağıma baxmayaraq bu gün tiroid düyünlərinin xərçəng riskindən danışacağam. Əslində tiroid düyünlərinin 90%-i xoş xassəli binain düyünlərdir. Ancaq bəzi əlamətlərdən və bəzi insanlarda bunların bədxassəli törəməyə çevrilmə təhlükəsi də vardır. Ona görə də bir endokrinoloq kimi ilk tiroid düyünü ilə qarşılaşdıqda nələrə diqqət etməliyik? Bu haqqda danışacağam və kimlər daha tez-tez kontrollərdə olmalıdır? Buna aydınlıq gətirmək istəyirəm. Birincisi, tiroid düyünlərinin xərçəngə çevrilmə təhlükəsi ailəvi anamnezdən də çox şey asılıdır. Əgər ailədə tiroid xərçəngi və yaxud digər orqanların xərçəngi varsa, bu pasientlər diqqətli olmalıdırlar və yaxud şüalanma, xüsusən boyun nahiyəsi şüalanmasına məruz qalmış pasientlər, bu pasientlərdə tiroid vəzi xərçənginin əmələ gəlmə ehtimalı daha çox olur və bunlar risk qrupasına aiddirlər. Tiroid düyünlərində əvvəlcə ən sadə müayinə metodu ultrasəs müayinəsidir. Ultrasəs zamanı biz düyünün forması, quruluşu, qanlanması, daxilində mikrokalsinatların olub-olmaması, digər toxumalara olan münasibəti, bütün bunları qiymətləndirərək tiroid düyünlərini tiroid sxemi üzrə qiymətləndiririk. Bundan sonra ikinci addım artıq biopsiya hesab olunur. Biopsiyaya ehtiyac olmadıqda bu əlamətlərin neçəsinin birlikdə olmağından asılıdır. Yəni əgər bir düyündə həm qanlanma aktivdirsə, həm periferik, həm mərkəzi, həm daxilində mikrokalsinatlar varsa, həm kənarları girintili çıxıntılıdırsa, rəngi daha tünd, yəni hipoexogen nodullərdırsə, bu düyünlərin biopsiya olmaq şansı və bunların bədxassəliyə çevrilmə şansı daha yüksək hesab olunur. Qan analizlərinin köməyi ilə tiroid xərçəngi varmı demək olarmı? Adətən mümkün olmur və spesifik onkomarkerlərimiz yoxdur. Bəzi zamanlarda kalsitonin və tiroglobulin deyildiyimiz analizləri yoxlayırıq, ancaq bu da tamamilə biopsiyanın yerini təəssüf ki bizə ödəmir. Bu baxımdan əgər tiroid düyününüz varsa və endokrinoloq konsultasiyası zamanı həkim hər hansı bir şübhəli əlamətlərin birlikdəliyini nəzərə alıb sizdən incə aspirasiyon biopsiya tələb edirsə, bunu çəkinmədən edin. Çünki erkən diaqnoz həyat qurtarır və nə qədər düzgün və vaxtında qoyulmuş diaqnozdan asılı olaraq prosesin tez qarşısının alınması mümkündür və tamamilə sağalmaq da mümkündür bu halda. Özünüzdən müğayət olun. Tiroid düyünləriniz varsa, vaxtında endokrinoloqa müraciət edin və kontrollarınızı aksatmayın və sonda bu videonun daha çox insana çatması üçün bəyənməyi, paylaşmağı unutmayın. Özünüzə yaxşı baxın. Sağ olun.